Sadəcə fikirləş. Naruto Sasuke-ni xilas etməyə getib. Bir qərar bütöv bir seriyanın taleyini dəyişə bilər. Bu gün Narutonun ən böyük alternativ tarix sualına baxırıq. Naruto Sasuke-ni xilas etməsəydi nə olardı? Bu bir növ What If seriyası kimi adlandırıla bilər. Gəlin ən başdan başlayaq ki, Naruto və Sasuke arasında dostluğun təməli nədir? Naruto və Sasuke sadəcə komanda yoldaşı deyildilər. Tək başına böyüyən Naruto üçün Sasuke ilk dəfə rəqib, sonra isə qardaş kimi gördüyü insan oldu. Bu bağ əslində təsadüfi deyildi. Hər ikisi itki ilə böyümüşdü, hər ikisi tək idi. Məhz buna görə Naruto onu sadəcə güclü yoldaş kimi yox, ailəsinin bir hissəsi kimi görürdü. Daha sonra Naruto'nun ilk seriyasının sonlarında Sasuke gücə olan istəyi yüzündən öz yaşadığı yeri tərk edib Orochimaru'ya qoşulur. Naruto üçün sadəcə bu yoldaşın getməsi deyildi. Bu onun öz ailəsinin parçalanması kimi təsəvvür etmək olardı. Məhz ona görə də illərlə onu geri qaytarmaq üçün uğraşdı. Naruto'ya görə Sasuke hələ də xilas oluna bilərdi. Amma burada maraqlı bir sual yaranır. Sasuke get-gedə Madara'ya nə qədər oxşamağa başladı. Hər ikisi qardaşının ölümü ilə sarsılır. Hər ikisi sistemə nifrət bəslədi. Hər ikisi dünyanı dəyişdirmək ideyasına alidə oldu. Əgər Naruto Sasuke'ni dayandırmasaydı, bu paralel Oğlum sakin ol lan. daha da dərinləşə bilərdi. Sasuke ikinci bir Madara kimi kölgələrdən doğru bir təhlükəyə çevrilə bilərdi. Əsl döngü olmazdı. Əsl döngə nöqtəsi burada artıq siyasətçi Sasuke'nin artıq kifayət qədər güclü olduğunu fərq etməsi və onu öz planına daxil etməsindən ibarət edir. Sasuke'ni bir alət kimi istifadə edib Kaguyanı yenidən dünyaya gətirmək, əgər Naruto Sasuke'ni xilas etməsəydi, Sasuke tək, dəstəksiz, kin dolu bir vəziyyətdə qalardı və siyasətçi üçün mükəmməl bir qurban halına gələ bilərdi. Həmin bu Kaguyanın geri qayıtması bəlkə də daha tez və yaxud da daha az müqavimətlə baş verə bilər kimi bir sual ortaya çıxa bilər. Sasuke sadəcə bundan əlavə ikinci bir senari yarana bilərdi. Bəs bu zaman süjet necə dəyişərdi? Shinobi olaraq deyil, yəni öz köyünü tərk edən bir Shinobi olaraq deyil də, bəlkə də seriyanın əsl final düşməni ola bilərdi. Naruto Sasuke'ni xilas etmək missiyası əvəzinə onu dayandırmaq missiyasına başlaya bilərdi. Əlaqəsini tam tərsinə çevirərdi. Dostluq hekayəsi əvəzinə faciəvi bir qarşıdurma hekayəsinə belə çevrilə bilər. Beləliklə desək, Naruto getməsəydi bəlkə də xilas edən yox, dayandıran, onun qarşısına alan bir qəhrəman roluna həmin bu senaridə nail ola bilərdi. Sizcə bu senari daha güclü olardı, yoxsa orijinal hekayə daha doğru qərar idi? Şərhlərdə yazın.